Deməli bu müəllim imtahanıdır. Güvən nəşriyyatı tərəfindən keçirilib. Düzdür, sualların içərisində güvənin sınaq imtahanlarında istifadə olunan suallar da var, yeni suallar da var. Hətta DİM-in model testlərində və ya DİM-in qəbul imtahanlarında istifadə olunan suallardan da bura toplanıbdır. Ümumi 40 dənə sualdır. Baxaq, birinci sual. Doğru mülahizəni müəyyən edin. Anizoqamiya bilirik, məsəl üçün Ulotix yosununda, Xlamidamanada yosununda, deməli, onlarda izoqamiya tipli olur. Çünki hər ikisi hərəkətli və eyni ölçülü olur. Onun əksi isə anizoqamiyadır. Ölçücə bir-birindən fərqlidir, amma quruluşca eynidirlər. Bu da çılpaq toxumlarda, örtü toxumlarda anizoqamiya tipli qametlər olur. Ona görə də biz oxşar quruluşlu müxtəlif ölçülü qametlərin iştirakı ilə baş verir. Doğru cavab D variantı olacaqdır. İkinci suala baxırıq. Bitkinin növü X, Y, Z, A üstəgəl 1, A çıx 1 topa qarşı-qarşı düzülür. Deməli, bunların cəmi 25-dir. Əgər A topa düzülübsə, yarpağın minimum sayı, deməli, burada 3A qədər olacaq. Üstə gəlinsin, A üstə gəl 1 qarşı-qarşıya düzülübsə, bu da 2A üstə gəlinsin 2 olacaq. Vuracam 2-yə. Növbəti cürüşdə A çıx 1 qədər buğum var. Elə üstə gəl A çıx 1 də bu eləyir. Bərabərdir 3A, 2A, bu da A, 6A eləyir. 6A'dan da çıxanda 2 üstə gəlsin. Üstə gəl 2 var, sonra çıx 1 var. O demək ki 6A üstə gəlinsin 1 bərabərdir. Bu da 25-ə. 6A bərabərdir 24-ə. A da buradan bərabərdir. Deməli 4-ə. A'mız 4-dür. Məndən soruşur ki, X bitkisinin zoğunda. X bitkisində 4 dənə deməli buğum var. Buğum arasını hesablayın. 4 dənə buğum varsa, bir dənə də çıxacaq. Əksi olaraq buğum arası var. Ona görə cavab D variantı eləyəcəkdir. Bu qələmun və koramalı birləşən ən kiçik sistematik vahid. Bu qələmunla koramal hər ikisi pulcuqlular dəstəsində bir-birindən birləşirlər. Ən kiçik budur. Polipeptid zəncirdə iki peptid rabitə əmələ gətirən amin tuşlarının radikalsız hissəsinin kütlələrinin cəmi 11200-dür. Radikalsız hissələrinin kütlələrinin cəmi əgər 11200 eləyirsə, bu polipeptid zəncirdə amin tuz qalıqlarının funksional qruplarının kütlələrinin cəmini hesablayır. Deməli, iki peptid rabitə əmələ gətirənlər sadəcə olaraq ortadakılardır. Deməli, bura kənardakıları nəzərə almayıbdır. Üstə gəlinsin, əgər kənardakılar nəzərə alırsa, bunun biri 57-yə bərabərdir. Üstə gəlinsin, biri də 73-ə bərabərdir. Ona görə 11200-ün üzərinə gəlirəm 57, onu da üzərinə gəlirəm 73. Bu da bərabərdir 11330. Doğru cavab B variantı olmuş olacaqdır. Keçək növbəti sualımıza. Növbəti sualda isə 5D şəklinə əsasən düzgün bəndi göstərin. Görürsünüz, döş qəfəsi genişlənməyə başlayır. Döş qəfəsi genişlənsə nəfəs alma var burada. Nəfəs alma da varsa, təbii ki, diafraqma əzələsi yığılır nəfəs alma zamanı. Ona görə doğru cavabımızı C variantı götürəcəyik. 6-cı sual, günə baxan 1000 çiçəkdən ibarət səbət çiçək qrupunda erkəkçiklərin ləçəkləri və nisbəti. Erkəklərin ləçəklərin nisbəti 3-ün 4-ə nisbətdir. Burada belə deyək, ümumi 1000 dənə çiçək var. Ümumi 1000 dənə çiçək var. Bunun 750-si o deməkdir ki, aiddir deməli həqiqi çiçəklərə. Əgər həqiqi çiçəklərə maliksə 750-si, o zaman nə edəcək? Çünki nisbət beləncəsi nədir? Məsələn, mən burada bunu 1000-i vursam əgər ləçəklərin sayına 5000 dənə ləçək eləyəcəkdir. Eyni zamanda 750-ni də vursam 5-ə, o da 3750 eləyəcəkdir. 3750. Bu da 3-ün 4-ü olan nisbəti deməkdir. Yumurtacıqların sayı. Yumurtacıqların sayı əgər 750 dənə varsa, həqiqi çiçək təbii ki 750 dənə də yumurtacıq eləyəcəkdir. Üstə gəlinsin dişiciklərin sayı, dişicik ağızcıqların sayı. 750 dənə əgər dişicik varsa, hər dişicik 2 ağızcıqdan ibarətdir. Bu da eləyəcəkdir 1000
500. 1500'ün də üzərinə 750 gələcək. Bu da 2250 eləmiş olacaqdır. Hörümçəklərdə bir cüt pedipalp var, bir cüt xelisel var. Ona görə sayılarının cəmi 1-in 1 nisbətinə bərabərdir. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Sarımtıl çiçəkli söyüd bitkisi. Yəni söhbət burada bunun erkək çiçəklərinə gedir. Bir də ayrışam. Cinsiyyət hüceyrəsi hərəkətsizdir. Hər ikisinin cinsiyyət hüceyrəsi hərəkətsizdir. Bura biri yazıram ortaya. Qeyri-cinsiyyətli nəsli yetkin bitkidir. Hər ikisində qeyri-cinsiyyətli nəsil yetkin bitkidir deyir. Çünki cinsiyyət hüceyrəsi hərəkətsizdir. İkisində də qeyri-cinsiyyətli nəsli yetkin bitkidir. İkisində də ikini yazacağım ortaya. Aid olduğu şöbənin diploid növlərində mayalanma bilavasitə 3. O zaman ört toxumdan söhbət gedir. Şöbəsinin müasir növbəsi ot bitkiləri yoxdur, çılpaq toxumlardan söhbət gedir. Təkamüldə nümayəndənin yan kökü yalnız əlavə kökdən başlanğıc götürən bitki qrupundan bilavasitə əmələ gəlib. Söhbət qışı kimilərdən getdiyinə görə təbii ki, bu da ancaq çılpaq toxumlar ondan əmələ gəlir. Rüşeym kisəsi əmələ gətirmir, erkəki rüşeym kisəsi əmələ gətirmir, altına yazırıq bura. 1-ə yazırıq 3, 6, sonra 2-yə yazırıq 4, 5, 3'e yazırıq 1, 2. Doğru cevabımız C variantı olmuş olur. 9-cu sual demişdim həmişə sizə yırtıcı şikar münasibəti hər bir zaman dalğalı olur. Ona görə də elə burada A variantı kifayət eləyəcəkdir. 10-cu sual nöqtələrin yerinə uyğun gələn ifadələr düzgün azlığı müəyyən edin. Orqanizmdə əsasən müdafiə və dayaq. Baxırıq buradan rolunu oynayan deyir. Müdafiə və dayaq rolunu oynayan dayağı 2 ilə verib bizə. Buradan sonra birləşik toxumanın sümük, qığırdaq, qan və pi kimi növləri vardır. 2, 3, 5 olur. Cavab Y variantı olacaqdır. 11-ci sual. Düzgün olmayan sıra hansı variantda göstərilib? Bəndlərə baxırıq. Noxud Mərkəzi Amerika deyil, aralıqdır. Ona görə 3-cü burada səhv verilmişdir. Atomların ikinci növ bölgü miqrasiyasında bakteriyalardan başqa 3 aləmin nümayəndəsi iştirak edir. Ona görə cavabı D variantı olaraq verəcəm. 13-cü sual. İnsanda üzəngi sümüyü. Təbii ki, gələcəkdir. Orta qulaq başlayacaq təbil pərdəsi ilə. Təbil pərdəsinə 8, ondan sonra zindan, ona da üzəngi, 8 zindan üzəngi. Bu da söykənəcək buradan oval pəncərəyə. Ona görə təbil pərdəsində bilavasitə birləşir sözü yanlışdır. Doğru cavabımızı C variantı götürürük. Burada köçəri bir quş populyasiyasının müxtəlif mühitlərdə fərd sayının dəyişməsi qrafiki verilmişdir. Bu populyasiya üçün ən əlverişli yaşayış yeri hansıdır deyir. Biz də baxırıq, ən əlverişli yaşayış yeri harada sayı artıb? 4-də sayı daha çox artıb. Demək ki, ən çox əlverişli yaşayış yeri 4 olacaqdır. 2 qat tənəffüs edən canlılar seçin. 2 qat tənəffüs yalnız quşlara xasdır. Burada arı quşu quşdur, zağca quşdur. Ona görə 2 və 3 cavabı, yəni A variantı olacaqdır. Əmək bölgüsü ilə eyni vaxtda yaranıb. Əmək bölgüsü yaranıb neandertallarda ilk dəfə zəif inkişaf etmiş kənar çıxıntıda neandertalda yaranıb. Doğru cavab Y variantı olmuş olur. İnsanın baş beyin X ilə işarə olunmuş hissəsi yerləşir. Beyin kötüydür. Bu da təbii ki, mimiki və çiynəmə əzələlərin sinir mərkəzləri burada olmuş olacaqdır deyəcəksiniz. Gecən xeyrə versin. Olar, gözləm. 18-ci sual. Çiçəkli bitkilərdə rüşeym hissəsində olmur deyəcəksiniz. Deməli, rüşeym hissəsində olmur. Mərkəzi hüceyrə olur rüşeym hissəsində. Yumurta hüceyrə olur rüşeym hissəsində. Amma yumurtacıq olmayacaqdır və tozcuq olmayacaq rüşeym hissəsində. Çünki yumurtacığın içində rüşeym hissəsi yerləşir. Ona görə cavab 3 və 4-ü götürürük. Toyuğun yumurtanın yetişmə mərhələsinə 10 hüceyrə daxil olub. Onu daxil oldu. Birindən 4-ə əmələ gəlir. Ümumi 40 dənə hüceyrə əmələ gəldi. Bunlar da bərabər şəkildə olandan sonra bunun 20 dənəsi daşıyacaqdır böyük A, böyük B-ni, 20 dənəsi də daşıyacaqdır kiçik A, böyük B-ni. 10 hüceyrə daxil olduğuna görə 10 dənə qamət əmələ gələcəkdir.
Və şərtdə də bizə deyir ki, qametlərin ikisinin AB'si vardır. İki dənəsi nəyi daşıyır? AB qametini daşıyır. Onundan ikisi böyük A böyük B-ni daşıyırsa, demək yerdə qalan 8 dənəsi də kiçik A böyük B-ni daşıyacaqdır. Ona görə 20 kiçik A böyük B-nin 8 dənəsi əgər qametdirsə, 12 dənəsi yönəlici cimrikdir. Cavab C variantı olmuş olur. Cədvələ əsasən insanın onurğa sütununun müxtəlif şöbələrinə aid olan fəqrələrin xarakteristikası göstərib. Hansını söyləmək olmaz. Bu boyundur. Çünki boyun kəllə ilə birləşir deyə onurğadan kənar sümük birləşməsi əmələ gətirir. Ona görə buna yazırıq boyun. Sonra Y onurğadan kənar sümük birləşməsi əmələ gətirir deyə buna döş yazacaq. Z bel fəqərlərinə aiddir. F oma fəqərlərinə aiddir. Q də büzdüm fəqərlərinə aiddir. Gəlin indi baxalım. F çanaq sümükləri ilə birləşir. Bəli, oma çanaq sümüyü ilə birləşir. X bila vasitə ənsə sümüyü ilə birləşir. Boyun ənsə sümüyü ilə birləşir. Y döş qəfəsinin əmələ gəlməsində iştirak edir. Bəli, doğru fikirdir. Z normal lordozun əmələ gəlməsində iştirak etmir. Halbuki Z deməli bel fəqərəsidir. Boyunla da bel lordozun əmələ gəlməsində iştirak edir. Ona görə bu fikir yanlış fikirdir deyəcəksiniz. 21-ci suala baxırıq. Deməli, bir növbəli somatik heyvan hüceyrəsinin mitozun metafaz əmələsində xromosom sayı. Metafazda xromosom sayı 2N-dir. Üstə gəlsin DNT 4C-dir, amma zəncirdə isə 8N-dir. Üstə gəlsin xromatit sayda 4N-dir. Bu da bərabərdir birlikdə 14N-ə. O da bərabərdir 336-ya. Buradan da N də bərabərdir 336-nın 14-ə bölündə düşür 24. Ona görə doğru cavabımızı C variantı götürürük. Dənəvər exinokokun həyat şəraiti sikli əks etdirən sxemdə hansı rəqəmlə göstərmiş proseslər insan orqanizmində gedə bilər? İnsan orqanizmində düşmüş olan yumurta sülfədən 6 qarmaqlı sülfə, yumurtadan 6 qarmaqlı sülfə çıxır. 6 qarmaqlı üstə bağırsağın divarını deşir, keçir qana, qanla bərabər də gedir. Deməli, ağciyərə daha çox, ağciyərə, qaraciyərə də gedə bilər, beyinə də gedə bilər, digər orqanlarda da görünə bilər. Orada da finna əmələ gətirmiş olur. Ona görə cavab 2 və 3 cavabını deyəcəyik. 23-cü suala baxaq. L-Venn diaqramda uyğunsuzluğu müəyyən edin. Qanda qlükoz miqdarını artıran hormonu var. Hər ikisi mədə altı vəzdə, böyrək üstü vəzdə qlükoz miqdarını artırır. Ona görə 1 burada getməlidir. Elə 1-in özü yanlış verilmişdir. Klasterdə X-in yerinə yazıla bilər. Aydın məsələ, X-in yerinə yazıla bilər deyərkən ATF sintez olunur, qeyri-üzvü maddə qlükoz sintez edir, zual sintez olunur. Elə bunu bildiksə, təbii ki, burada söhbət nədən gedəcəkdir? Görəcək ki, söhbət burada xloroplastdan gedir. Cavab A variantı olur burada. 23 yuxarıda gizlənib onu görməmişim. Üzülü say. Qapalı qabda 5 bakteriyadan 2 saat ərzində fasiləsiz bərabər müddətli bölünmələr isə 160 bakteriya əmələ gəlib. Hər bir bölünmənin müddəti neçə dəqiqə olmuşdur? 5 bakteriyadan 5 vurulsun 2 üstü n. O da bərabərdir 160-a. Bu demək ki, 2 üstü n bərabərdir. Yəni, bu nə qədər bölündüyünü bilmirəm. 160-ı böləcəm 5-ə bərabərdir 32-yə. N də buradan bərabərdir 5-ə. Deməli, 5 dəfə bölünübdür. 2 saat ərzində 5 dəfə. 120 dəqiqə 5 dəfə bölünübdür. 120-ni də bölürük 5-ə. O da düşür 24. Doğru cavabımız Y variantı olacaqdır. 26-cı sual. Boşluğa uyğun gələn ifadəni müəyyən edin. Konservatların güman olunur. Yəni, konservatların ətraf mühitdə maddə mübadiləsisi etdiyi güman olunur. Ona görə cavab D variantı götürəcəksiniz. Səhv fikri müəyyən edin. Təbii ki, şibiyə sürətli böyümür. Şibiyəni çox zəif böyüyür. Ona görə cavab A variantı olacaqdır. 28-ci sual. Cədvələ əsasən X-in qiymətini tapın.
Süd dişlərinin hamısı olan uşaqda öz diş növü ilə qonşu olmayan dişlərin sayı n-dir. Yəni öz diş növü ilə qonşu olmayan dişlərin sayı 4 dənə köpək dişidir. Hər iki tərəfdən öz diş növü ilə qonşu olan dişlərdə 4 dənə süd dişi olduqda təbii ki, 4 dənə deməli kəsici dişləridir. İkisi də 4-dür, ona görə n-dirsə bu da n-ə bərabər olacaq. 29-cu sual. Vahid zamanda böyrəyə daxil olan və çıxan qandakı maddənin miqdarı oksigen X kiçikdir Y-dən. Xeyr, X böyükdür. Çünki X arterial qan gəlir. Bu səhv fikirdir. Sidik cövhəri bəli, X-də daha çoxdur. Çünki sidik cövhəri gəlir, böyrədə təmizlənir, ondan sonra çıxır. Ona görə ən çox sidik cövhəri X-də olacaqdır. Suyun miqdarı da daha çünki su gəlir, bir qismi süzülür, sonra təkrar geriyə sorulur. Ona görə burada səhv fikirdir. Karbon qazı, təbii ki, karbon qazı X-də azdır, Y-də çox. Çünki Y venoz qandır, X isə arterial qandır. Cavab 4 olacaqdır. Burada 2 və 4 cavabını götürəcəyik. Nöqtələrin yerinə uyğun gələn sözləri düzgün ardıcılığını müəyyən et. Xlamidama da ziqotu deməli payızda əmələ gəlir, yazda bölünür. 2. Yazda bölünüb 4 ədəd 4 ədəd qamçılı hüceyrə əmələ gətirər. 2, 3, 6. Doğru cavabımız C variantı olur. Hansı bitkinin ziqotu bölünəndə homologik xromosomlar arasında konjugasiya gedir. Yəni meyoz yolla bölünür. Burada verilənlərin erkək qişinin ziqotu mitozdur. Quş mamırda eyni qayda, adi şamda eyni qayda, indisəydə, amma ulotkisin ziqotu meyoz yolla bölünür. 4 ədəd qançı spor əmələ gətirir. Skelet və əzələlərin güclü inkişafı təbii ki, bu uşaqların məktəb dövrünə təsadüf edir. Ona görə cavab Y variantı. Yazda hidra yumurtalarından 32 fərd əmələ gəlib. 32 fərd əmələ gəlibsə 32 dənə ziqot əmələ gəlib. 32 ziqotda da 32 dənə yumurta hüceyrə, 32 dənə də deməli deyəcəksiniz ki, qamçısı olan qamet iştirak edir. Ona görə doğru cavab, yəni spermatozoid iştirak edir. C bəndi olur. 34-cü sual. Yarasanın pingvindən fərqli olaraq yarasanın ön ətrafına baxsınız, caynaqları vardır. Ona görə doğru cavabımız D variantını götürəcəksiniz. Selülaza nədir? Selülaza deməli fermenti katalizator rolunu oynayır. Selülozanı hidroza uğradan bioloji katalizatordur. Doğru cavabımız D variantı olacaqdır. 36-cı sual. Cədvəl əsasən düzgün fikri seçin. X canlısının ürəyində 2 mədəci olur. X canlısı burada baxırıq ki, aiddir. Y canlısı deyirsəm, X baxıram. Y canlısı 2 mədəci olur. Ürək boşluğunda bir növ qan var. Bu balıqdır. Bunda 2 mədəci ola bilməz. Bu səhvdir. X canlısının ürəyinə vena damarı ilə yalnız venoz qan gələ bilər. Xeyr. X canlısı ya sürünəndir ya da amfibidir. Orada yenə dediyim kimi arterial qan gəlir, venoz qan gəlir deyir. Vena damarı yalnız venoz. Bu səhv fikirdir. Z diri bala doğan canlı ola bilməz. Baxıram Z-ə. Ürəyi 2 kameralı, 2 dənə deməli qan növü var ürəyində, arteriyası 2 növ qan dövr edir. Məməli kimi götürsəm, təbii ki, diri bala doğan canlı ola bilər. X sürfənməsi olan canlı ola bilməz. X-ə baxıram, niyə olmur ki? Məsələn, mən onu əgər amfibi götürsəm, ola bilər. Y canlısının tənəffüs orqanı təmizlənən qan ürəyə qayıtmadan bədənə paylanır. Təbii ki, Y burada dedi ki, balıqdır. Balıqda da bir qan dövranı olduğu üçün o şəkildə davam edir 36-da. 37-ci sual. Navik bağırsağında həzm zamanı bağırsaq kapillər hərəkətdən qandakı qidalı maddənin miqdarı yavaş-yavaş getcə geriyə sorulur. Daha sonra bağırsaqdan qana sorulur. Bağırsaqdan qana sorulduğuna görə də daha çox miqdar getdikcə artır. Ona görə doğru cavabımız B variantı olacaqdır. 38-ci sual. Sxemdə deməli X, K, Y, Z hərflərlə müxtəlif sistematik kateqoriyalar göstərilibdir. Sxemə əslən düzgün olmayan fikri seçin. Bu kateqoriyalarda fikirlər deyil. Məsələn, X kateqoriyası burada yoxdur. Misal üçün, tip idoptasiyanın əmələ gəlmir. Sinif idoptasiyanın əmələ gəlmir. K mikrotəkamüllə əmələ gələn kateqoriya ola bilər. Bəli, məsələn, K, çünki növ əmələ gələ bilir idoptasiyada, növ eyni zamanda mikrotəkamüldə əmələ gələ bilir. Ona görə bu doğru fikirdir.
Sonra X makro təkamül əmələ gələn kateqoriya ola bilər. Bəli, məsələn cins olsun, fəsilə olsun və yaxud da bunlar əmələ gələ bilir adaptasiyada. Amma ola bilər. Məsələn, yenə deyirəm, sinif götürürəm. Burada sinif yoxdur. Sinif eyni zamanda makro təkamüllə əmələ gələ bilir. Bu da doğru fikirdir. Y makro təkamüllə əmələ gələn kateqoriya ola bilməz. Niyə olmasın ki? Yəni niyə olmasın ki? Əgər bunda varsa, məsələn cins var, fəsilə var, eyni zamanda makro təkamül də əmələ gələ bilir. Ona görə doğru cavab C variantı olacaqdır. 39. Çiçəkli bitkinin yarpaq dəricinin müəyyən bir hissədə n sayda hüceyrə vardır təbii ki. 180 dənə ağızlıq varsa 2-yə vuracaq. 360 dənə də burada qapayıcı hüceyrə vardır. Ümumi hüceyrənin 360 dənəsi qapayıcı hüceyrədir, yerdə qalanlar isə şəffafdır. Baxırıq 40-cı suala. Hansı hüceyrədə biosintez prosesinin getdiyini söyləyə bilərik. Hüceyrə divarı deməli burada deyir ki, hüceyrə divarı var, hüceyrə divarı var. Birinci canlı hüceyrə divarı var, ribosomu var, bakteriyadır. Mən də bunu siyanobakteriya kimi götürsəm və yaxud da ki, qırmızı bakteriya kimi götürsəm və ya da yaşıl bakteriya kimi götürsəm fotosintez edə bilər. İkinci, mitokondri var, ribosom var, hüceyrə mərkəz var, hüceyrə divarı yoxdur, heyvandır. Deməli, fotosintez etməyəcəkdir. Üçüncü, zaten kloroplast varsa ali bitkidir. Eləyəcək. Dördüncü də göbələkdir. Ona görə 1 və 3 cavabı, yəni B bəndi eləmiş olacaqdır 40-cı sualda.